Kərbəlada gəlir, əməli şəkildə püskürür. Görün, ictimai bir hadisənin alt qatı olan həsəd haracan gedə bilir, Kərbəla bunu başa salır. Həsəd harda dayanır, heç yerdə. Şərait yaransın, südəmər uşağı da öldürür, qadını da öldürür, əsir götürür. Nə desən eləyir yəni. Tikə-tikə doğrayır və maraqlısı bir sənədə öldürüb, yenə də əl çəkmir paxıllıqdan. Bugün öldürüb onu, tikə-tikə doğrayıb, indi də qəbrinə paxıllıq eləyir. Çünki bilir ya, o üstündür. Onun özündə bir natamamlıq kompleksi qalıb. 1000 illər keçsə də həmin o məktəbdir, həmin o şeydir. Yenə də həmin o natamamlıq qalıb. Bilir axı o fəzilətlidir. Bugün də adından qızıqlanır, əzadarlığından qızıqlanır, qəbrinin ziyarətindən qızıqlanır, adı ilə bağlı qara köynəyindən, qara bayrağından qızıqlanır, hər şeyindən qızıqlanır. Çünki həmin o xislətdir, başa düşürsünüz. O xislət belədir ki, harazan desən öldürür, doğrayır, kəsir, sonra da yenə əl çəkmir. İndi ölüsünə başlayıb paxıllıq eləməyə. İndi əqidəsinə. Bu dərəcədə ictimai məsələdir, həsəd məsələsi. Tarixdə həsədin izini elə-belə hesab eləməyin. Elə-belə bir xislət deyir. Həsəd tarixdə ən başlıca məsələdir. O məsələdə yenə deyirəm, həll olsa, bir hər bu Allah övliyasının onların cəngindən qurtara bilsək, ki biz hələ özümüz onlardan olmasaq, qurtara bilsək və İslam dünya onundur. Yəni, o keçidi keçə bilsə. Bu qədər önəmlidir.